Salam. Beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, ARHD Media İnformasiyası Agentliyinin rəhbəri İsmail Zalov. Əziz həmvətənlərimiz, bugün gözəl günlərdən biridir. Azərbaycan Respublikamızın Daxili İşlər Nazirliyinin Peşə Bayramı münasibəti ilə 108 il yaranmasıyla ürəkdən, səmimi qəlbdən təbrik edirik. Bəli, indi zəng edək Azərbaycan Respublikamızın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, onları təbrik edək. Hər zaman biz Azərbaycan Respublikamızın Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə müraciətlər edirdik, kömək istəyirdik. Ancaq bugün onların peşə bayramıdır. Gəlin onların peşə bayramını təbrik edək. Salam aleyküm Quliyeva xanım. Sizi narahat edən beynəlxalq hüquq ekspertidir, beynəlxalq hüquq müdafiəçisi, ARHD Media İnformasiya Agentliyinin rəhbəri İsmail Zalovdur. Mən indi hal-hazırda Xan kəndindəyəm və mən bir vətəndaş olaraq vətəndaş borcumu bildirmək istəyirəm. Sizi bayramınızı səmimi qəlbdən təbrik etmək istəyirəm. Başda cənab nazir olmaqla Vilayət Eyvazov, Daxili İşlər Nazirliyinin bu gözəl peşəkar xidmətli etdiyinizə görə hər bir Azərbaycan polisini mən ürəkdən təbrik edirəm. Allah sizə can sağlığı versin, bu gözəl peşə xidmətində uğurlar arzu edirəm. Bəli, mən yanılmamışam. Mən Avropada, Fransanın Strasburg şəhərində də, Avropa İnsan Haqları Məhkəməsində də bu çıxışlarımı bəyan etmişəm ki, Azərbaycan polisi Avropa polisinə nümunədir. Allah Teala polis şəhidlərimizi də rəhmət etsin. Bir daha da sizin bayramınızı səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Minnətdaram sizə vətəndaş, var olun. Minnətdaram bu xoş sözlərə görə, çox xoş oldu. Təşəkkür edim. Uğurlu xidmətdə. Sağ olun. Minnətdaram. Sağ olun. Sağ olun. Bir daha da bayramınızı təbrik edirəm. Sağ olun. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Sağ olun. Bəli, Azərbaycan polisi həqiqətən də vətəndaşına, xalqına, millətinə xidmət edir. Bugün azad olunmuş torpaqlarda da Azərbaycan polisi xidməti aparır. İctimai təhlükəsizliklərimiz yüksək səviyyədə qorunur. Cinayətkarlığa qarşı mübarizə aparır. Qışı, çoğunda, yayında, istisində hər zaman xidmətdədir. Bayram bilmədi, toy bilmədi, şənlik bilmədi. Ancaq hər zaman xidmətin başında duran Azərbaycan polisidir. Azərbaycan polisi. Bir daha da Azərbaycan Respublikamızın hər bir polis əməkdaşını səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Allah Azərbaycan polisimizin şəhidlərini rəhmət etsin. Bəli, bunlar da yaddan çıxmalıdır, bu şəxslər də, onların da böyük zəhməti, əməyi vardır. Azərbaycan polislərimiz təqaüdə çıxan şəxslərin də bayramını təbrik edirik. Mən İsmail Zalov olaraq buradan çağırış edirəm həmvətənlərimə. Gəlin Azərbaycan polisinin yanında olaq. Gəlin Azərbaycan polisimizə dəstək olaq. Xidmət edək onlara da. Ona görə ki, biz gələcəyimizin evlatlarını qorumasına görə, ailələrimizin qorumasına görə biz polisə yanında olmalıyıq. Polisdir bizə dəstək olan. Biz kimi axtarırıq ilk növbədə bir hadisə ilə rastlaşanda, bizim bir problemimiz olanda kimə yığırıq dərhal? Azərbaycan polisinə. Azərbaycan polisini köməyə çağırırıq. Bir daha da gözəl, qeyrətli Azərbaycan polisi. Sizin peşə bayramınızı səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Sizlərə can sağlığı, uzun ömür arzulayıram. Eşq olsun Azərbaycan polisimizə, eşq olsun
Azərbaycan dövlətimizə, bəli, biz hüququ demokratik dövlətdə yaşayırıq.